Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı. 24 dekabr tarixli və gündəm xəbərin efirində bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda satışa çıxarılıb və bu barədə gündəm xəbər Qafqaz İnfoya istinadən məlumat verir ki, məhz bunu Radio Azatutyun bildirib. Məlumatda bildirilir ki, RAN oil şəbəkəsinin yanacaq doldurma məntəqələrində ayı 95 markalı benzinin litri 430 drama, yəni 1 manat 93 qəpiyə satılır. Bu premium sinif benzinin cari bazar qiymətindən 500 qram əhəmiyyətli dərəcədə aşağıdır. Azərbaycan yanacağını alan Megatrade şirkətinin direktoru Karen Xayriyan bildirib ki, Azərbaycandan alınan ay 95 markalı benzinin Rusiyadan ixal edilən yanacaqdan 17% daha ucuz qiymətə satılacağı qeyd olunur. Məlumata görə Megatrade şirkəti 600 ton benzini birbaşa ixal eləməyib, vasitəçi şirkətdən alıb və vasitəçi şirkətin adı isə hələ ki açıqlanmır. Xatırladaq ki, dekabrın 18-də 22 vaqonu yüklənmiş 1220 ton ayı 95 markalı yanacaq Ağstafadan Gürcüstana yola salınıb və göndərilən neft məhsullarının ilk partiyası dekabrın 19-da Ermənistana çatıb. Qeyd eləyək ki, hazırda Azərbaycanda ayı 95 markalı benzinin litrinin qiyməti isə 1 manat 60 qəpik təşkil edir.